Salam əleykum, hər vaxtınız xeyir olsun. Hər vaxt xeyir. Orxan, mən olmayan yerdə danışmada Sako yaxşı olmuraq elə bil. Yo. Bu kimdə Orxan qoşmursan? Heç soruşmadın. Həcidir. Tanıyırsan, həcidir. Sən Lütfən gözləyirsin. Orxan beləki insanlara prim verirsən, savaları. Belənçi insanlar deyəndə sən necənçi insansan Sako? Sən işin gücün ancaq torba tikməkdir. Mən də buradan sənə səslənirəm ki, sən bu platformada mən sənə nə qədər söyləmişəm, sual verirsən, səni mən şəxsən yoxa çıxaracam bu Orxan müəllim, platformada. sənə söyləmişəm. Orxan müəllim, sual verin, mən buna benim deyilsən və səninlə də debat eləmək istəyən var. Nə sual verin ki, mən buna söyləmişəm. Sual verin buna. Xahiş edirəm, sual verin. Deyən, Həci sənə söyüş. Zəhmət olmasa sual verin, buna suala bir cavab versin. Sən Sako cavab ver. Sənə söyüş. Mikrofonu bir dənə Orxan sənə kayıtları atacağım. Bu mənim urbinim deyil. Başqa dönərəm. Bu mənimlə debat edə bilməz. Kayıtları atacağım. WhatsApp-da bir dənə mənə yaz. Danışa mənə yaz. Belə, mənim olmadığım yerdə sən danışa bilərsən. Sən məndən heç vaxt bir tərəziyə gələ bilməzsən. Ürəkli ol, çıx millətin qabağında kişi söhbət elə. Mənim elə olmadığım yerdə sən söyle. Ancaq özün üçün. Orxan müəllim, bir dənə sizə üzr istəyirəm, sual verəcəm sizə. Çox xahiş edirəm. Azərbaycanın ailəsi, Azərbaycanlılarımız və bizim gözəl xalqımız, millətimiz baboşun hamama girdiyi, üzr istəyirəm, belə eləməyini görməlidir. Orxan müəllim. Mən xoşuma gəlmədi də, mən xoşuma gəlmədi də. Yəni başqa özünə dedim ki. Orxan müəllim. Başqalarına dedim ki, onun yaxşı ideyaları var.